Prezident Ali Baş Komandan İlham Əliyevin qəmir iradəsi, xalqımızın birliyi və ədalət inanı dayanırdı. Müstəqilliyimizi qorumaq və ərazi bütövlüyümüzü bərpa etmək naminə zəfərə aparan yol, yalnız hərbi əməliyyatların deyil, həm də mənəvi, siyasi və elmi düşüncənin yolu oldu. Azərbaycan xalqı əsrlər boyu azadlıq uğrunda mübarizə varmışdır. Lakin 20-ci əsrin sonlarında bu mübarizə yeni bir mərhələyə bədəl oldu. Uzun illər işğal altında qalmış torpaqlarımızın azadlığı, yüzlərlə, minlərlə məcburi köçkünlərin böyük yolu başları, şəhid ailələrinin göz yaşları, müharibəyə yox deyilən real ifadənin surəti oldu. Bu çağrışa cavab verən Azərbaycan ordusu isə hərbi qüvvə ilə yanaşı həm də strategiya, müasir elmin nailiyyətlərini özündə birləşdirərək müharibə meydanında texnologiyanın, informasiya müharibəsinin, diplomatik çevikliyin vacibliyini sübut etdi. Milli birliyin ruhu olan zəfərin ən dərin qatında xalqın birliyi dayanmışdır. Cəbhədə vuruşan əskərlər, arxada könüllü çalışan gənclərimiz bir ruhun, bir bayrağın ətrafında birləşərək bu həmləlik nümayişini tərtəb keçirdilər. Və onlar genç nəsilə büyük örnek oldular. Tarixi yaddaşın aynası olan zəfər yalnız torpaq üzərində qazanılmadı. Bu həm də xalqın azad ruhunda qazanıldı. Şuşaya, Cəbrayla, Füzuliyə, Zəngilana qayıdış həm də tarixin, mədəniyyətin, musiqinin yüksəlişi oldu. Qarabağ torpağı mədəniyyətimizin beşiği, qəhrəmanlığın simvolu kimi yenidən doğdu. Azərbaycan xalqını zəfərə aparan quşluq dünyədən müharibəsi həm də bir millətin öz taleyinə, torpağına sahib çıxmasının başlanğıcı oldu. Bu tarixi qələbə, bu zəfər xalq birliyinin, ədalətin, vətənə sədaqətin andıdır. Bu qazanılan zəfər yolun hər yolun qarşında, atılan hər adımında 3500-dən artıq şəhidlərimizin soymayan ləhəsi, qazilərimizin, müharibə iştirakçılarımızın baxışları, minlərlə anaların, qız gəlilərin, hatta açılan duaları, diləkləri var. Bugün qələbəni qeyd edərkən ilk növbədə şəhidlərin xatirəsini dərin ehtiramla yad edir. Onların qan bahasına qazanılan tarix qələbəyə görə onlara valideynlərinə, onların şəhid yoluna biz özümüzü borçlu hesab edirik. Zəfərin 5-ci ili artıq yeni bir mərhələsini, mənəvi yüksəlişlə, beyindən qurma dövrünün təcəssümünü bildirir. Qarabağda aparılan vətəndaşları, şəhər və kəndlərin yenidən yüksəlişi, mədəni işimizin qaytarılmasını, məhz bu qələbənin davamı olmasını adlandırmağımız, yəni doğru olardı. Biz həm də milli kimliyimizin mükəmməlməsində bu qələbəni bizə yaşadan şəhidlərimizin bir daha ruhuna salam veririk. Onların qarşısında, onların vətən xatirlərinin, valideynlərinin qarşısında baş erik. Bugün biz jurnalistlərlə bu ruhu yaşatmaq, gələcək nəsillərə örnək məsuliyyətini daşıyırıq. Çünki Qarabağ zəfəri təkcə bir müharibənin nəticəsi deyil. Bu həm də Azərbaycan xalqı, mənəvi qalibiyyətinin, elmi və tarixi əsaslarının bariz olması. Biz bu birliyin, bu inamın daşıyıcıları olaraq daim vətənə xidmət etməli, zəfərin mənəvi nurunu bir daha öz dərin izlərimizlə xalqlara çatdırmalıyıq. Gəlib Qarabağa, Cıdır düzündə, Şuşada, şəhidlərimizin ruhunun daha rahat olması üçün onları daha yaxından tanımalı və xalqımıza, quşlarımıza daha yaxından tanıtdırmalıyıq. Bu şəhidlərimizin ruhu daim rahat olsun, qoy xalqımızın qəlbə ruhu əvəd olsun. Yaşıl torpağın nəfəsi, qırmızı şəhidlərimizin müqəddəsləri, mavisi azad səmamızın, əbədi azadlığımızın rəmzi olan 3 şəhid bayraqlarımız, vətənin azad torpağında qürurla dalğalansıdır. Bu zəfər təkcə bu günün deyil, bir millətin üstünlüklərinin arşduğu səsidir. Bu səs Heydər Əliyevin uzaqgörən siyasətinin, İlham Əliyevin rəhbiyyətində Azərbaycan xalqına əlməqat olaraq bir zəfərdir. Qoy Azərbaycan adı hər zaman ürəklərdə qürurla səslənsin və Azərbaycanın bayrağının vətənin yerində düyündə dalğalansın.